Anamın bişdişi səhifəsindən qəşəng-qəşəng bizə yeməklər gəl ora baxaq. Sizsiz yeyə bilmərəm heç. Birinci növbədə belə paxlava. Belə paxlava, bu badamdır da qızlar deyəsən, hə. İlk dəfədir görürəm. Üstü qozulardır. İndi bunu aç. Sudur. Salfetka da qoyublar. Nədir ki bu? Sudur. Adam burada. İçi ətli sudur. Düşün adam buraya yaşayır. İçi ətlidir. Ətli olan hər şey. Sen yapsana. Bunu yemeğe adım bile ne yadıma düşür. Of. Toygun sesi doldururlar. Ləvəncə. Bence. Ay Allah. Allah sizdən razı olsun. 3 gün evvel. Yəni Allah sizə nə deyim, özünüz bilirsiniz də, şəxsdə mən sizə yazaram. Yəni bu ürəyinizə görə sizə çox sağ ol deyirəm. Necə ləzzətlidir, necə ləzzətlidir, necə ləzzətlidir. Ay qızlar. Bunu da açmaq istəyirəm. Mən saxlayırsınız deməli başdır. Çox sağ olun. Tək ki bütün arzularım hamısı belə həyata keçə. Ay yo, bu aşdı. Prosta aşdı. Ətlə yemək üçün. Hə, deyir ləvənci ilə yemək üçün. Ne bileyim ben Levent'i görüşüm dedim acaba doğru nerede? Evin Novruz bayramıdır. Kızlar. Böyle salatlar var. Bu da böyle vişneli salatdır. Ben bundan heç vaxt yeməmişəm. Həmişə görmüşəm, amma yeməmişəm. Əgər mən ağız dadıma güvənirsinizsə, mütləq üçündən zakazlayın. Üçündən bir yerdən. Tövbə. Əsl ev yeməkləridir, ev. Biz bunu 2 gün yiyəcəyik də yəni. Allah haqqı. Mən nə yaxşı ki başına kösmüşəm. Bakaz neyimə pişirmişəm.